faktiki olaraq yəni mən belə şey görməmişəm də Azərbaycanda. Burada elə şey yoxdur. Burada standart hamı narkossuz. Natsistdir, yəni bilmirəm. Var da, burada da var elə adamlar ki, xariciləri sevmirlər. Burada rüşvət yoxdur yəni konkret rüşvət yoxdur da, konkret. Yəni bildiyiniz həkimlər sənə içəri girəndə sənə rüşvət gözünə baxmır ki, abi girdi, bu bahalı klientdir, ucuz klient, kasıbdır, varlıdır. Yəni belə şey burada yoxdur. Azərbaycan xalqına Çexiyadan salamlar. Deməli bu günləri saat 7-nin yarısı idi, neysə beləsə getmişəm, növbəyə dayanmışam. Qan analizi vermək üçün. Xolesterinim, pis xolesterinim çoxdur. Ona görə getmişəm. Yəni həkim nəzarəti altında. Yəni o mən 6 aydan bir deyir ki, get şeydən keç, yəni analiz ver, baxar görün özürdür vəziyyət. Nəyəsə bu günlərdə yəni də getmişəm. Analiz vermişəm. Prosta istəyirəm gördüklərim səhiyyə barəsində gördüklərimi sizinlə bölüşüm. Yəni baxın görün, yəni bizlə onlar arasında fərq necədir. Deməli birinci dəfə gedəndə qan verəndə mənə iynə vurdu. Yəni analizi aldı məndən, qanı aldı məndən, ancaq ki spirt vurmadı. Yəni mən də belə qaldım ki, bu niyə spirt vurmadı? Dedim bəlkə bu qoyduğu bandaj spirtlidir, yəni nədirsə. Nəysə çıxdım, gəldim. Sonra ikinci dəfə gedəndə dedim ki, biz gördüm spirt vurdu. İkinci başqa adam idi amma. Gördüm spirt vurdu. Deyirəm ki, biz birinci dəfə mən gələndə spirt vurmadı. Necə vurmadı? Deyirəm ki, vurmadı. Ağıl başlı vurmadı. Bilmədim indi o adam ya fikirli oldu vurmadı. Yəni babalı yuya bilmərəm. Ya nə bilim bəlkə başqa milləti sevmirdi, yəni vurmadı. Natsistdir, yəni bilmirəm. Var da, burada da var elə adamlar ki, xariciləri sevmirlər. Yəni istəmir, görmək istəmir. İndi yəni belə adamdır. Nə deyəsən buna? O da olub bilər. Deyə bilmərəm. Amma ikinci dəfə spirt də vurdu, yəni normal qaydada. Bir dəfə bu günlərdə indi getmişəm. Bu günlərdə spirt zad vurdu. Yəni sözüm onda yox. Maraqlı gələn bir sənədir. Maraqlı mənə bir dənə odur ki, yəni iynə vurandan sonra bizdə necədir? İynənin yerinə bir dənə belə yumru plastırdır, vururlar, yapışdırırlar. Yəni o plastırda qanın qabağını alır, yəni infeksiyanın düşməməsinin qarşısını almaq üçün də. Amma burada nə vururlar? Burada görün nə vururlar. Bu boyda şey olar, sən canım, buna bax, bunun enliliyinə bax, bunun ağırlığına bax, buna bax. Bintdir, bint. Bildiğin bint. Belə bülüb bir-birinə vurur. O da ki qalmır. Yapışdırırsan çıxır. İzolatla buna bax, şeylə yapışdırıb. Skotsla. İndi mənə gülməli gəlir. Bəlkə də həqiqətən belə olmalıdır deyə bilmərəm. Bəlkə də həqiqətən belə olmalıdır. Yəni bizdə başqa cürdür prosta. Bəlkə də onlar gəlsələr, bizdə görsələr, gülərlər ki, bu nə dala götürüb bu şey yapışdırır ora. İndi hansı düzdür, hansı yalan deyə bilmərəm, amma faktiki olaraq yəni mən belə şey görməmişəm də Azərbaycanda. Ona görə buna bax, bir dənə daş elə bir sallanıb. Nə köynə giyinmək olur, nə bir şey deyil. Ona bax yarımçıq giymişəm futbolkanı. Belə də üstündən atmışam. Ki, neyinim qalmır bu onsuz da. İndi bu video kimin qarşısına çıxsa, yəni həkimlərdən ya bilənlərinin qarşısına çıxsa, şərhlərdə yazın zəhmət olmasa, mənə yəni çox maraqlıdır. Baxar görək ki, yəni bu həqiqətən bu belə olmalıdır. Yoxsa bizdəki kimi o yumru nakleyka yapışdırıcı nədir o lent ondan olmalıdır. Yəni hansı doğrudur, hansı düzgündür bilmirəm. Onu deyim ki, burada həkimlər yəni münasibət pis deyil, yəni pis qarşılamırlar adamları ümumilikdə götürəndə. Burada rüşvət yoxdur yəni konkret rüşvət yoxdur da, konkret. Yəni bildiyiniz həkimlər sənə içəri girəndə sənə rüşvət gözünə baxmır ki, abi girdi, bu bahalı klientdir, ucuz klient, kasıbdır, varlıdır. Yəni belə şey burada yoxdur, konkret. Yəni gördüklərimi deyirəm. Hamısı elə bir ki, gəlir, necə biz gedib fabrikdə, zavodda, orada, burada işləyib, ayın əvvəlinin, ayın axırına maaşımızı gözləyib işləmirik, yəni normal qaydada. Bunlar da həmçinin elə daha güdmürlər ki, gedim kimdənsə nəsə alıb görün bu günləri necür olur. Bərəkətli olur, bərəkətsiz olur, necür olur. Yəni bunlarda konkret belə bir şey yoxdur. Çünki hər bir kəsin straxovkası var. Hər bir kəsin straxovkası var. Yəni hamı straxovka ilə gəlir, bu dövlət poliklinikalar, özəl yerlər də var, ora heç. Özəl yerlərdə necədir deyə bilmərəm, mən ora getməmişəm. Çox güman ki, orada straxovkasız da gedib, yəni pulu verirsən, sənə xidmət edirlər. Amma dövlət poliklinikalarında, banitalarında hamısını straxovka
qarşılayır. İndi daha deyə bilmərəm, bütün hər bir şeyimi qarşılayır. Yəni başıma şükür Allaha ki, elə bir şey gəlməyib. Qorxulu bir şey ki, yəni tam dəqiq bilim. Amma faktiki gördüklərimi deyirəm, eşitdiklərimi bilirəm ki, yəni straxovka qarşılayır burada çox şeyi. Hə, bir dənə də şeydən danışım ki, zont udmuşdum. Məsələn, mən Bakıda 2 dəfə zont udmuşam. Qabaqçı videolarımda var, çoxdan çəkmişdim o videonu. Bəlkə də kimsə görüb. O zontu udanda mənə narkoz vermişdilər. Yəni mən yatmışdım. Bir də duruzdular ki, yəni dur, yəni şlanğı udmuşam, yəni mədəmi həkim analiz ediblər, yəni baxıb görsün nə var, nə yox. 2 dəfə narkozla olub belə bir şey. 2 dəfə olmuşam, zont udmuşam, ikisi də narkozla. Amma burada mən gəldim, zont uddum, yəni təzədən bir təkrar müayinə üçün gəlmişdim. Zont uddum, görürəm ki, həkim şeysiz eləyir də, nədir onun adı? Narkozsuz eləyir. Yəni ona deyirəm ki, bəs narkozla burada, narkoz istəyirəm. Bizdə Azərbaycanda belə deyirik, yox, burada elə şey yoxdur. Burada standart hamı narkozsuz. İndi yəqin ki, o narkozu ona görə elə ki, narkozun orqanizmə ziyanı var. Yəni mən elə düşünürəm. Narkozun orqanizmə ziyanı olduğuna görə, yəni ziyan vurmamağa görə narkozsuz eləyirlər onu. Yəni mən də narkozsuz utdum o şlanğı. Nəysə. Həkimlər barəsində danışdım. Burada onu dedim ki, hər bir kəsin öz həkimi var. Yaşadığın ərazi üzrə gedirsən poliklinikaya, həkim tapırsan özünə, orada praktiki lekar deyirlər ona. Gelirsən o həkimi, yəni qəbuluna, deyirsən ki, bəs mən istəyirəm, siz mənim həkimim olasınız. O da baxır öz siyasına, yəni onda boş yer varsa, o sizi qəbul edir. Əgər onda adam sayı doludursa, yəqin ki, burada mən belə başa düşdüm ki, həkimin payına düşən say var da, yəni miqdar var. O qədər insana xidmət göstərə bilər. Əgər məsələn onda kimsə çıxıbsa, yəni mənim kimi, indi mən inşallah köçmə ərəfəsindəyəm başqa şəhərə. Köçəcəm o bu şəhərə, orada mən məcburam həkimimi dəyişim. Yəni bu həkimdən çıxım, dəyişim. Dəyişməyə də bilərəm. Sadəcə olaraq prosta gedib gəlmək söhbəti var da. Yəni mən məcburam nəsə bir lazım olanda oradan çıxım gəlim bura 25 kilometr aralıya. Yəni o da 25 kilometr gəlməmək üçün gedirsən evə qaldığın yerə yaxın. Orada poliklinika tapırsan, həkimin qəbuluna düşürsən, yazılırsan, əgər həkimdə boş yer varsa. Yəni özün üçün rahat olur da sonradan. Burada hər bir kəsin öz həkimi var. Aplikasiya var telefonda. Həkimlə əlaqə saxlamaq istəyirsənsə, həmən o proqram vasitəsilə telefonundan yazırsan, nə sualın varsa, ya qəbuluna düşmək istəyirsənsə, öncədən hamısını yazırsan, qəbula salırlar səni, saatını zanlı hamısını təyin edirsən, yəni çox rahatdır, hədsiz dərəcədə çox rahatdır. Gün təyin edirsən, danışırsan, o deyir ki, məsələn, filan vaxtı, ya deyirsən ki, həkim bəs çatdıra bilmirəm, olar biraz tez gəlim. O da baxır vəziyyətə sənə sala bilir qaba. Yəni mənim başıma gəlib belə bir şey. Xahiş eləmişəm. Mən başqa bir tarix yazmışdı. Xahiş eləmişdim ki, biz çatdırmıram. Yəni mən məcburam bu vaxtı gəlməyə. Bu üçün yəni heç bir problem olmayıb. Yəni salıblar məni, yəni lazım istədiyim bir vaxtda təyin ediblər. Yəni getmişəm. Burada həkimlər çox səmimidir. Düzdür, bir dənə həkim o zont udduğum həkim biraz mənə çox gözlətdirdi, hədsiz dərəcədə çox gözlətdirdi. Halbuki məndən qabaqda adam yox idi. Məndən qabaqda olan adam çıxdı, getdi. Yəni özü tək idi orada, nə bilim, içəridə, ya indi bilməm idi, assistentlə idi, kimlə idi, bilmədim. Nə iş gördüsə onu da bilmədim, amma onu bilirəm ki, mən çox gözlənib. Daha bilmirəm indi o mənim başqa millət olduğuma görə idi, yoxsa həqiqətən onun işi var idi, onu babalı yuya bilmərəm. Amma onu bilirəm ki, mənə hədsiz dərəcədə çox gözlətdirdi. Onun üçün bir sözlə heç kimi həkimə düşməyə arzu eləmirəm. Allah Taala hamımıza, bütün yaxşı insanlara can sağlığı versin, uzun ömür versin. Bir də ki, ruzu bərəkət. Bu barədə də mənə mütləq yazın şərhlərdə. Bu Əndirabadi barəsində. Ağır deyə ağır, ona skotsu da dözmür ki. Onun dərdindən biri qollu giymişəm ki, o giymək olmur çünki bunu. O üçün nəysə oldu. Hələlik sağ olun, gələn görüşlərə dək. Çexiyada nə maraqlı şeylər varsa, ya ümumiyyətlə sizinlə maraqlandıran şeylər varsa, yazın şərhlərdə. Mən də o barədə video çəkəcəm, sizinlə bölüşəcəm. Oldu, hələlik sağ olun. Kanala da abunə olmağı unutmayın. Hələlik sağ olun, var olun.